Salam dostlar, hamınızı xoş gördük. Asan status verilişi efirdədir. Sizinlə mənəm fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub. Bugün çox maraqlı bir mövzu ətrafında danışacağım. Çox dəyərli qonağım var, indi sizə təqdim edəcəm. Mövzumuz belədir. Biznesin inkişafında feedback, geri dönüş necə rol oynayır? Qonağım idarəetmə üzrə konsultant, təlimçi, mentor Elşən müəllim Bədirxanovdur. Xoş gördük Elşən müəllim. Mən telefon nömrələrimizdə qeyd edim. Şəhər nömrələrindən 012 56 56 100 və mobil WhatsApp 070 65 56 100. Dostlar, bizi Asan Radionun rəsmi Facebook səhifəsindən də izləyə bilərsiniz. Elşən müəllim, sizinlə ikinci görüşümüzdür. Asan status verilişində birinci verilişimizdə çox məhsuldar olmuşdu. Siz biznes sahəsində çox dəyərli təlimçisiniz, həm də akademik səviyyədə bu sahədə mütaliələriniz var. Bu bizim hamımız üçün çox önəmlidir, dəyərlidir. Çünki təlimçilər bəzən akademik mütaliələri etmirlər. Akademik mütaliə, yəni elmi mütaliə, yəni dəyərli kitabları oxumaq. Buna deyirlər akademik mütaliə. İndi əsaslı... Çox tərifləyəcəksiniz, bütün dediklərim yadımdan çıxacaq. Gözəl olacaq, əminəm. Əsas odur ki, məhsuldar danışırsınız, faydalı. Bax, əsas məsələ odur. Bizi dinləyənlər nəsə buradan öyrənsinlər. Bir biznes var, bir də var. Biznesin psixologiyasını təlim verən müəllimlər, ustadlar, təlimçilər. Biznes təlimçiləri deyir ki, biznesin inkişafında əsas məsələlərdən biri də budur. Sən müştəridən rəy soruşasan. Əziz müştəri, mənim xidmətim, mənim sənə satdığım məhsul necədir? Xoşuna gəlir, gəlmir. Demək, biznes konsultantlar deyir ki, bu çox vacib məsələdir. İndi istəyirəm bu barədə danışaq. Azərbaycanda bu nə vəziyyətdədir? Ümumiyyətlə, geri dönüş nədir? Feedback almaq nədir? Rəy almaq nədir? Bu olmasa biznesimiz inkişaf etmir. Buyurun. Tamam. Yəqin ki, əvvəl tərifdən bir başlamaq lazımdır. Biraz sadə şəkildə demək istəyirəm. Rəy mürəkkəbləşdirmək istəmirəm, əslində ifadəsi daha genişdir. Bəli. Qarşı tərəfdən sizin hərəkətinizin və hərəkətsizliyinizin, fikirlərinizin, düşüncələriniz və planlarınız haqqında rəydir. Bəli. Feedback-ı biz həyatımızda, feedback-siz həyatı təsəvvür etmək çox çətindir. Yəni, ənənəvi olaraq bəzilərini siz qeyd elədiniz, müştərilərdən feedback alınması, eyni şəkildə rəhbər əməkdaşa, əməkdaş rəhbərə, iş yoldaşları bir-birinə feedback verilməsi, sonra əməkdaşlar şirkətə rəy verilməsi, məsələn, engagement sorğuları olur, məmnuniyyət sorğuları olur. O da bir feedback-ın növüdür. Bu, kifayət qədər ənənəvi feedbacklərdir. Amma əslində həyatımızda hər yerdə feedback mövcuddur. Ailədə övlad valideynə feedback verir. Onu feedback adlandırmır. Deyir ki, hansısa bir təlim mərkəzinə göndərəndə övlad onu rəy bildirir. Ya valideyn həyat yoldaşına öz övladına, həyat yoldaşları bir-birinə bildirirlər. İdmanla məşğul olunan təlimçi feedbacksiz mümkün deyil, yəni nailiyyətləri əldə eləmək. Sonra qeyri-adi bir feedback növləri var ki, onun əslində deyirəm, bəzən qəribə səslənir, onu düşünənə qədər. Məsəl üçün deyirəm ki, mükafat da feedback bir növüdür. Şirkət əməkdaşına bildirir ki, sən yaxşı işləmisən, ya pis işləmisən mükafatla, ya da ki, orta işləmisən. Ondan başqa digər maraqlı feedbacklərin növü var. Məsələn, texniki feedbacklər. Siz avtomobildə kəməri bağlamırsınızsa, sizə səs verirsə, o da bir feedbackdir ki, bağla. Siz fotoaparatda şəkil çəkirsiniz, o səs ki gəlir, o süni səsdir. Əslində, digital rəqəmsal fotoaparatda təbii səs deyil. O süni səs daxil edilib ki, siz biləsiniz ki, şəkil çəkildi. Başqa tərəfdən siz telefonda nömrəni yığırsınız, o səs əlavə edilir. Niyə görə siz biləsiniz? Elektrik avtomobillərdə səs yoxdur. Və qəzaların sayı artdığı üçün müraciət olundu ki, süni səs əlavə edilsin ki, feedback verilsin ki, insanlara gəlirəm, çəkil. Bu da bir feedbackin növüdür.
Ona görə feedback mövzusu kifayət qədər genişdir. Yalnız işlə və müştərilərlə məhdudlaşdırmır, amma şübhəsiz ki, Bəli. işdə feedback çox böyük rol oynayır və bugünkü görüşümüzü əsasən o sahədə fokuslanmaq istəyirəm. Demək, Stephen Covey'nin məşhur kitabına bir 1500 dəfə istinad eləmişik. Bu 1501-ci dəfə olsun. 7 vərdişi. Bəli, yüksək effektiv insanların 7 vərdişi. Orada deyir ki, buyurur ki, Stephen Covey, müştəri və işçi ikisi də rəhbər tərəfindən diqqətə alınmalıdır. PPC balansı. Müştəri ilə işçi production capability, sənin məhsulu sənə verən qüvvələrdir. İkisi. Əgər bunlara yaxşı xidmət eləməsən, sən qazanc eləyə bilməyəcəksən, əziz şirkət rəhbəri. Müştəri və işçi. İşçi də müştəri ilə eyni bərabərdə ona qayğı göstərməlisən. İndi feedbackin bir növü də şübhəsiz rəhbərin işçidən rəy almasıdır. Təbii. Mən necə rəhbərəm, necə müdürəm? Narahat olmayın, gizli yazın, anonim olsun. Mən bilməyəcəm bu kimin rəyidir. Amma ürəyiniz istədiyini yazın. Rahat olun. Nə tənqidiniz varsa deyin. Bu oldu düzgün yol. Əla yol. Orada da ad yoxdur. Lap tutaq ki, ad da var. Heç gedib onu sorğulamayacaq da. Sən niyə bunu yazdın? Məntiqsizlikdir. Sən özün istəmsən, mən sənin eyiblərini deyirəm. Eybi yox, yaxşı cəhətlərimizi də denən, pisini də de. İndi bu əla sual, mənim sualım buradadır. O müdirlər ki, işçidən bu feedback'ı almağa ehtiyac duymurlar. Onlar hansı xarakterli rəhbərlərdir? İşçinin feedback'inə, rəyinə ehtiyac duymurlar. Bir qədər geniş məsələdir, bir geniş yanaşacağım bunu. Tək fərd üzərində yox, cəmiyyət üzərində gedim. Çünki biz müəyyən mənada cəmiyyətin məhsullarıyıq. Təsiri var. Hamı eyni cürə olmasa da. Bizim cəmiyyətimiz feedbackə öyrəncəli cəmiyyət deyil. Deyil. Aha. Və feedbackı düzgün şəkildə verilməsini və eyni zamanda da almağa da hazır deyilik. Çox vaxtı feedbackı almağa da hazır deyilik. Və bunun feedbackin geniş yayılmamasının ən birinci səbəbi fikrimcə məhz korporativ mədəniyyətdir. Cəmiyyətin və şirkətlərin korporativ mədəniyyəti feedback dəstəkləmir. Yəni. Rəhbərlərin egosu bura daxildir, özünə sıxışdırmır. Əsas problem budur da. Həm təqdim etməyə, əməkdaşdan feedback almağa, onun təbii ki, təfəkkür lazımdır. Şənim düşəcək aşağı. Eynən. Digər səbəblər də var. Digər bir ciddi səbəb odur ki, feedbackin faydasını anlamırlar. Bax, bu məsələyə bir balaca etiraz eləmişsə toxunum. Çünki insan özünə faydasını, şəxsən özünə faydasını anlamadıqca həmin o yenilikləri özünə tətbiq etməyəcək. Yəni. Feedbackin əslində çox nəzəri nəticələri, faydaları deyil, çox praktikidir. Mən sizə çox praktiki məqamları deyim, bir çox araşdırmaları deyim, şirkətlərin adlarını deməyəcəm, deyim ki, Harvard Business Review-dur, sonra Willis Towers Watson şirkəti, Gallup və digər məşhur şirkətlər araşdırması nəticəsində nə bəlli oldu. Yüksək feedback mədəniyyəti olan şirkətlərdə satışlar 20% daha yuxarı olmuşdu. Mənfəət 22% daha yuxarı olmuşdu. Engagement, işə can yandırma əməkdaşlarının 60% daha yuxarı olmuşdur. Təsəvvür edirsiniz. Müştəri məmnuniyyəti də eyni şəkildə. Rəhbərlərin effektivliyi daha yüksək olmuşdur. 71%. Dəhşətli rəqəmlərdir. Yəni, kommunikasiya həmin şirkətlərdə 70% daha yuxarı olub. Bəli. 85% təşəbbüskarlıq yuxarı olub həmin şirkətlərdə. Bu praktiki nəticələrdir. Yəni feedback mədəniyyəti, inkişafı əslində nəticələrin yüksəldilməsi üçün bir alətdir. İmtiyaz deyil. Rəhbərlərə deyəndə ki, feedback mədəniyyətini inkişaf elətdirmirsiniz, ən tez-tez rast gəlinən özüm eşitdiyim bəhanə odur ki, vaxtımız yoxdur. Feedback verməyə, almağa vaxtımız yoxdur, sessiyaları keçirməyə. O deməkdir ki, onlar mahiyyətini başa düşmürlər. Yəni. Onlar öz işlərinin keyfiyyətini artırma, nəticələrinin artırılması üçün alət kimi baxmırlar ona.
Əks halda belə davranmazdılar, belə reaksiya verməzdilər. Həmin rəhbərlərin də təfəkkürün xeyli qismi, dediyim kimi, cəmiyyətdən irəli gəlməklə yanaşı, şəxsi qüsurlarda ciddi böyük rol oynayır. Son dövrlərdə burada bir irəliləyiş hiss olunur. Artıq Azərbaycanda da yeni nəsil rəhbərlər artıq nisbətən daha açıqlar feedback verməyə almağa. Şirkətə çox ciddi fərqlər var. Yeni idarəetmə üsullarından, çevik idarəetmə üsulları, Agile fəlsəfəsi Azərbaycana gəldikdə bu avtomatik olaraq onu ehtiva edir. Orada feedbacksiz ümumiyyətlə retrospektivlər keçirilir rübdə bir dəfə və orada əslində tək orada yox, sprintlərin özündə də feedbacklərin verilməsi normal bir haldır. Özdə qrup şəklində, açıq şəkildə bildirirlər, orada gizlətməyərək, fərdi olaraq şəxsən kənara çəkilib verilmir. İndi o detallardır, gizli də ola bilər, aşkar da ola bilər. Əsas odur ki, feedback alınsın. Hələ məsələ odur ki, o fəlsəfədə açıq bütün komanda şəklində verilməsi təqdirə layiq sayılır. Bütün cəmiyyətlər buna hazır deyil, bütün şirkətlər də hazır deyil. Bizim cəmiyyətimiz, bax, o məqamı da vurğulamaq istəyirəm. Erin Meyer'in maraqlı kitabı var, Mədəniyyət fərqləri cəmiyyətlər arasında dünya üzrə təhlil edir və orada müxtəlif parametrlər üzrə cəmiyyətləri müqayisə edir. O cümlədən də nə dərəcədə tənqidə açıqdırlar. Onun kitabı oxuyanda Azərbaycanın və özümü şəxsən düşünürdüm ki, hansı parametrlərə yer tuturuq biz və Azərbaycan birmənalı olaraq tənqidə açıqlıq nöqteyi-nəzərdən təxminən orada çox açıq və çox qapalıya kifayət qədər yaxın olan bir hələ də orada yerləşirik. Bu kulturoloji olaraq bir təsirimizdir. Orada ərəblər də oradadır, Yapon, Tayland, Çin mədəniyyəti də oradadır, orada açıq tənqid edə bilmirlər. Amma əks tərəfdə, məsələn, Hollandlar, hansı ki, çox kifayət qədər sərt tənqidi açıq üzünə deyə bilirlər. İsraillilər orada da kifayət qədər açıq olur. Rusiyanın özündə kifayət qədər açıq bildirilir hətta. Çox maraqlı gəldi mənə Rusiya faktor. Burada çox maraqlı bir məqamı da toxunmaq istəyirdim ki, feedback-i insanlar elə daha rahat qəbul etmək üçün hansı faktorlar vacibdir? Bax, bu çox maraqlı mövzudur. Necə edək ki, feedback-i qəbul edək? Eynən. Necə edək? Eynən. Çox məqamlar var. Deməli, Edgar Scheinin bu korporativ mədəniyyəti şirkətlərə öyrənən bir tədqiqatçıdır, məşhur. Onun maraqlı bir ifadəsi var. O bildirir ki, insanlar məsləhət almaq xoşlamırlar. Niyə görə? Çünki psixoloji olaraq məsləhət alan sanki bir pillə aşağıda olur. Məsləhət verən daha yuxarı. Biz özümüzdə, beynimizdə hələ qəbul edirik. Mən ikinci faktorda qeyd eləyərdim ki, niyə görə biz məsləhət almaq xoşlamırıq? Çünki məsləhət insanı komfort zonundan çıxarmağa sövq edir. Nə etsə insan etmir, ya da düzgün etmir və onu fərqli cürə etməyə yönəlir məsləhət. Və insan da deməli öz komfort zonundan çıxıb, zəhmət çəkib başqa bir şey eləməlidir. Beyin də buna müqavimət göstərir, istəmir. Ona görə çalışırıq biz müxtəlif formada müqavimət göstərik. Çox qəribə müqavimət formaları var. Müqavimət formalarının da biri odur ki, feedback verən şəxsi aşağılamaq. O deyilən sözləri aşağılamaq. Heç nə heçə çıxarmaq və s. Dəyərsizləşdirmək. Bu müqavimətin bir formasıdır, amma başqa formalar da var. Ona görə də məsləhət almağı xoşlamırıq deyə başqalarına məsləhət almaq üçün ciddi səbəblər olmalıdır. Bax, bu nə səbəblərdir? Bax, vacibliyə görə deməyim, çox kifayət qədər aydın məsələdir, amma reallıqda, icrada bir çoxları onun fikir vermirlər, nəzərə almırlar. Hər şeyi problemi əks tərəfdə görürlər. Bir vacib məqam. Nə deyildiyi ilə yanaşı necə deyildiyi çox vacibdir. Çox vacib. Sədr Şirasinin maraqlı ifadəsi var, deyir ki, yanlış üslub doğru sözün cəlladıdır. Gözəl. Bir mənalı olaraq elədir. O ayrıca, əgər vaxtımız çatsa, sualınız olsa o barədə feedback qaydaları necə olmalıdır, o barədə ayrıca danışaraq. Özün nahaq çıxarırsan. Digər bir vacib məqam. Feedback verən şəxsin niyyəti çox vacibdir. Nədir niyyəti? Mən müşahidə etdiyim məqamları deyirəm. Niyyəti odur rəhbərin ki, qarşı tərəfi aşağılasın
dilini gödək eləsin. Məsələn, maaşı artırmaq vaxtıdır. Tənqid eləyir ki, dili gödək olsun. Yoxsa öz egosunu nümayiş etdirir, onu üstünlüyü göstərsin, yoxsa ona kömək eləmək istəyirsən. Bax, kömək eləmək istəyən rəhbərin əməkdaşları feedback-ə daha, həm rəhbər tərəfindən feedback-ə daha açıqdırlar. Həyat yoldaşı daha aiddir, dosta daha aiddir. Niyyəti sənin müsbətdirsə və onu dafiələrlə nümayiş etdirmisənsə, onların qulaqları, ürəkləri açılır. Məhz buna görə də HBR-ın bir araşdırması var idi, çox maraqlı nəticələr. Deməli, yüksək feedback mədəniyyətə sahib olan şirkətlərdə əməkdaşları 92%-i əmindirlər ki, tənqidi feedback el arasında tənqidi deyilir, mən də onu deyirəm, mən onu korrektiv feedback adlandırıram, o daha düzgündür. 92%-i hesab edir ki, tənqidi feedback onların inkişafına xidmət edir. Edir. Bu hardadır? Bu yüksək feedback mədəniyyəti olan şirkətlərdir. Sonra digər bir vacib məqamlar. Əgər öz sahə üzrə feedback verirsənsə, öz sahə, həmin sahə üzrə peşəkar olmalıdır. Təbii. Öz peşə üzrə birbaş feedback alan şəxsdən daha üstün olmalısan ki, eləsin. Digər bir vacib məqamda sən dediyinə nümunə olmalısan. Sən feedback verirsənsə bir məqamda, o sahədə sən özün o nümunə olmalısan. Sən əgər deyirsən ki, insanlara hörmətlə yanaşmaq lazımdır, özün hörmətsiz yanaşırsansa, sənin sözün dəyəri düşəcək aşağı. Bəlkə də həqiqəti deyirsən, amma qarşı tərəfin gözündə düşəcək. Sən feedback özün açıq olmalısan. Nümunə o sahədə olmalısan. Sən özün feedback verirsənsə, amma qarşı tərəfdən feedback açıq deyilsənsə, İnsanlar elə düşünəcəklər ki, feedback qəbul etmək yaxşı bir hal deyil. Ona görə rəhbər nümunə olmalıdır. Aparıcı şəxs nümunə olmalıdır ki, feedback almaqda. Digər bir vacib məqamda nümunə olmaqda səhvlərini etiraf eləməyi bacarmalısan. Korrektiv feedback o el arasında təqlidi feedback deyiləndə onun uğuru səhvin etiraf edilməsində olur. İnsan nəyisə düzgün eləməyibsə, nəyisə etməyibsə, səhv etməyibsə və onun vəziyyəti dəyişməlidirsə davranışını, deməli, əvvəlki səhvini daxildən qəbul etməlidir ki, dəyişsin. Qəbul etməsə dəyişə bilməz. Rəhbər də buna nümunə olmalıdır. Feedback verən şəxs də həyat yoldaşı olsun, dost olsun, valideyn olsun, fərqi yoxdur. Özü nümayiş etdirməlidir ki, səhvləri qəbul etmək heç də qəbahətli bir iş deyil. Bax, onda qəbul olunacaq. Bu çox incə və çətin məsələdir, Elşən müəllim. Çox incə və çətin məsələdir. Burada gərək o feedbacki alan şəxs və yaxud tənqidi burada feedbacklə bərabərləşdirir. Tənqidin özü də bir feedbackdir. Yəni, şirkət rəhbəri işçiləri tənqid edirsə, yəni... Mən tənqid sözündən qaçıram, korrektiv feedback deyirəm. İnsanlar başa düşsün deyə tənqid sözünü istifadə edirəm. Təbii ki, tənqidi o qədər bizdə yanlış yöndə işlədirlər bəzən, tənqid təhqir deyil. İndi onun da yolları var. İndi burada bir məsələ. Mən fokuslanıram iki məqamda. Müştəridən feedback almaq, rəy almaq. Bu nə deməkdir? Çox sadədir. Mən bu qələmi müştəriyə satıram. Satandan sonra orada bir kağız blank var. Ondan xahiş olunur ki, mümkünsə bu 3 dənə asan suala cavab ver. Və yaxud 2 dənə asan suala cavab ver. Və yaxud bəzən də orada düymə qoyulub. Xidmət necə idi? Yaxşı, pis, nə bilim, bu feedbackdir. Yaxşıdırsa, yaxşı deməli düyməni basacaqsan, pissə pis düyməni basacaqsan. Bu feedbackdir. Rəy alıram mən. Elə. Rəhbər işçilərdən rəy alır. Sözümün canı var. Baxın, Elşən müəllim. Biz kimin yanına qaçırıq daha çox? Kimlə ünsiyyətdə olmaq istəyirik? O insan ki, bizə dəyər verir. Eynən. Bizə dəyər verir. Biz bizə dəyər verməyən insandan qaçırıq. Eynən. Bu bir mənalı. Mən istəyirəm müştərini yenidən cəlb eləyim şirkətimə. Feedback alıram, ona dəyər verirəm. Bu mesajı ötürürəm ki, sən mənim üçün dəyərlisən. Əgər mən bunu edirəmsə, onun yenidən mənim şirkətimə qayıtmaq, mənim məhsulumu almaq ehtimalı çoxalır. Bu aksiomadır, bu insan psixologiyasıdır. İnsan özünü dəyərli görəndə və başqa bir məqamı da Robert Cialdini yazıb təsir psixologiyasında. O öhdəlik qanunudur. Deyir, heç nə. Sadəcə blank verilir, anket verilir. Bir dənə bəzi suallara cavab ver burada. Siz yenidən bura qayıtmaq istərdinizmi? Bu belə ümumi suallarda bir 5 dəqiqə deyir, vaxtını alır o. 5 dəqiqə. O 5 dəqiqə ki, vaxt sərf eləyir, o mağazada dayanıb o blankı doldurmağa. Deyir, onun özü psixoloji olaraq o öhdəlik yaradır ki, o yenidən dönsün. Bu bir məqam. İkinci də eyni ilə işçilərə də aiddir bu.
rəhbər işçidən rəy alırsa özü barədə, bu nə deməkdir? Ay işçi, mən sənə dəyər verirəm. Motivasiya yaratmağın ən yaxşı üsullarından biri də bu. Şübhəsiz. Burada dəyər məsələsi də var, amma digər praktiki əhəmiyyət də var. Yəni, rəhbər olaraq, səmimi olaraq o feedbacki almaq istəyirsə, həmin o feedbacki, alınan feedbackləri istifadə etməlidir. Ay son, bəli. Və onun İstifadə etmirsə, onda yalandır. İstifadə etməsə sadəcə dəyər vermədə özü də bir müsbət bir halda, amma yalnız az bir hissəsini istifadə etmiş olur. O reallıqda əgər idarəetmə üslubunu, yanaşmasını, hələ feedback vermək qaydasını və digər məqamları düzəltməsə orada, onun faydası nisbətən az olacaq. O dediyiniz məqam çox vacib məqamdır. Yəni o dəyər məsələsinə yanaşı bir qədər də genişləndirsə, biz hansı insana bayaq ki dediyim bir bənddə vacib bənd var ki, hansı ki əlavə eləməyə ehtiyac var, hansı insandan biz feedback almağa hazırıq, daha çox hazırıq, hansına ki daha çox hörmət edirik. Etibarımız var. Biz etibar etdiyimiz, hörmət etdiyimiz insandan feedback eşitməyə xoşduyuq. Digərlərindən isə meyilli deyilik. Əksinə hətta düz şey bir desə də biz onu müqavimət göstərmiş olur. Bu ən vacib məsələ budur da, Eşən müəllim. Mən heç vaxt bir müdir olaraq işçimin bir dəfədə yaxşı işini dəyərləndirməmişəm. İndi gəlirəm, feedback verirəm onun öz işi ilə bağlı. Siz demişən, korrektiv feedback verirəm, o sözü işlətmirəm daha. İşçi biraz çətinlik çəkir. İşçi deyir ki, bəs mənim bu qədər yaxşı işlərim var idi. Bir dəfə bir sağ ol demədi axı. Bu rəhbərim. Eynən. Sizin sözünüzə qüvvət. Biz tək feedback verməkdə yox, feedback almaqda da çətinlik çəkirik. Problemlərimiz var. Ciddi problemlərimiz var. Aha, necə? Feedback qəbul etməyə də hazır deyilik. Bəli. Yəni istənilən bir şəxs, əməkdaş olsun, rəhbər olsun, həyat yoldaşı olsun, dost olsun, digər valideyn olsun, övlad olsun, biz feedback almağı xoşlamırıq. Əslində bir qədər bəlkə onu qabaqcadan deməli idim. Feedback növləri çoxdur. Pozitiv feedback, ruhlandırıcı feedback var və başqa prizmadan bölünmə situativ feedbacklər və s. qiymətləndirici feedbacklər var və korrektiv feedback. Və çox maraqlıdır ki, araşdırmalar göstərir ki, insanı ən çox inkişaf etdirən məhz korrektiv feedbackdir. Korrektiv feedbackdir. Niyə görə? Çünki sənin pozitiv feedback mövcud vəziyyəti qoruyub saxlamağa ünvanlanır. Nə etsə insan deyirsə, onu tərif alırsa, eyni şeyi təkrarlamağa meyil olur. Korrektiv feedback isə əvvəl etmədiyin şeyi səni vadar edir eləyəsən. Əvvəl səhv etdiyin bir şeyi düzgün şəkildə etməyə vadar edir. İslah edici rəy. Belə deyək də? Bəli. İslah edici rəy. Feedbackin ən ciddi, düzgün feedbackin başqalarından ən ciddi fərqlərindən biri odur ki, feedbackdə çıxış yolu tapılmasına feedback verən şəxs kömək eləməlidir. Əks halda bu sadəcə bir tənqiddir və vəssalam. Düzgün şəkildə 100%. Düzgün şəkildə verilməlidir. Təbii ki, emosiyalar idarə edilməlidir. Azərbaycanda qəbul olmuş bu praktika agile, o nümunəsini dedim, ondan kənarda tənqidi feedbacki verəndə korrektiv feedbacki təklikdə vermək, tərifi isə hamının qarşısında edilə bilər, bu kimi məqamlar nəzərə alınmalıdır. Ümumiləşdirilməli deyil, şəxsiyyətə qətiyyən yönəlməli deyil. Siz davranışa, seçimlərinə, hərəkətlərinə feedback verilməlidir, şəxsiyyətə yox. Ümumiləşdirmə qətiyyən olmalıdır. Çox ciddi bir qüsurumuz var, faktlara əsaslanmırıq feedback verəndə. Sən düzələn deyilsən də. Sən düzələn deyilsən. Ya da ki, sən həmişə gecikirsən. Qətiyyən olmaz. İnsan hətta ay ərzində 22 gündür, iş günüdür, deyək ki, 10 günü gecikibsə, onun da demək olmaz ki, sən həmişə gecikirsən. Onu demək lazımdır ki, sən 10 gün bu ay gecikmirsən. Bu faktdır. Onda daha rahat qəbul olunur. Bu kimi məqamlar kifayət qədər ciddidir. Yaxları toxunurdum feedback almaq məsələsində də. Orada da ciddi bir məsələdir ki, feedback alanda da problem yaşayırıq. Bunu nə tövsiyə edərdim feedback alan tərəflərə? Birinci qəbul etmək lazımdır ki, asan məsələ deyil. Feedback bir hədiyyədir. Hədiyyədir. Sənə verirlər. İstəyirsən istifadə elə, istəyirsən eləmə. Yəni feedback açıq olmaq, onu avtomatik qəbul etmək demək deyil. Netflixin maraqlı bir prinsipləri var feedback mədəniyyətinə bağlı. Onların biri odur ki, sən qulaq as. Başa düşməyə çalış. Sonra istəyirsən qəbul elə, istəyirsən qəbul eləmə. Sizə də feedbackə
dinləmək, ürəyin, qulağın açıq olmaq, onu başa düşmək niyyətini göstərmək və reallıqda da o niyyətlə dinləmək. Avtomatik olaraq o deməkdir ki, deyil ki, qəbul edəsiniz. Burada tövsiyəm odur ki, bir həqiqilik testindən keçirin feedback-i. Məsəl üçün sizə feedback verirlər, faktlara əsaslanmır. Siz rica edirsiniz, müqavimət göstərməyək, rica edirsiniz, təşəkkürünü bildirirsiniz ki, çox sağ olun feedback-ə görə. Necə özünü biruzə verib, mənim maraqlıdır, bunu deyə bilərsinizmi, harda özünü göstərib, faktlar desin. Aynen. Faktlar deyirsə, sizə inandırıcı gəlirsə, tamam, gözəl, qəbul edirsiniz. İnandırıcı gəlmirsə, öz yaxın insanlarınızla, hansının ki, feedback-nə etibarlıysa, onlardan soruşursunuz. Hansılar ki, sizə həqiqi feedback verə bilər, hansı ki, sizi malalamayacaq, gizlətməyəcək, sizi xətrinizə dəyməməkdən ötürü sizi tərifləməyə meyilli olmayacaq, yox, həqiqəti deyə biləcək. Onlardan soruşursunuz. Bu həqiqilik testini keçəndən sonra bizim qəbul etməliyik ki, kör zonalarımız var. Bizim kör zonalarımız odur ki, başqaları bunu görür, biz özümüz görmürük. Və bunu qəbul etməliyik, şans verməliyik ki, digərləri bizim kör zonamızı açıqlaya bilsin, bizə göstərsinlər. Çox vacib. Feedbackdə, geri dönüşdə ən vacib məsələlərdən biri budur. Biz özümüzü tam görə bilmirik. Eynən. Elə bilirik ki, hər şey yaxşıdır. Amma kənardan bizə baxanda, Hafizdə var da, o məşhur qəzəl ustadı deyir, ən yaxşı odur ki, Behtaram Başir ki, sirri Dilbəran, ən yaxşı o olar ki, dilbərimizin sirri başqalarının dilindən eşidilsin. Aha, maraqlıdır. Başqalarının dilindən eşitsin. Mahatma Gandhinin də buna bağlı maraqlı ifadəsi var. Deyir ki, mən daha çox mənə tənqidi, o tənqid sözü, o korrektiv feedback orada istifadə eləmirlər. Tənqidi açıq şəkildə bildirən insanları, kənar insanlara daha çox hörmət bəsləyirəm. Nəinki mənə tərif yağdıran dostları. Aha. Yo, orada ümumiyyətlə o tərif, üzr istəyirəm, yaltacasına tərif, ümumiyyətlə orada islahatdan söhbət gedə bilməz. Əksinə məncə təxribatdır o. Təxribatdır. Yəni o adam üçün mənim mövcud vəziyyətim, inkişafım heç önəmli deyil. O sadəcə özünü düşünür. Eynən. Özünü düşünür, yarınmağı düşünür. Bu məlum məsələdir. Amma o biri məsələdə Eşən müəllim çox söhbət olmalıdır. Bu nə deməkdir? Bayaq çox gözəl qeyd edəcək. Bəli, mən haqlıyam. Amma mən tənqidi, feedbacki o qədər incə, ustalıqla verməliyəm ki, qarşı tərəf qəbul eləsin bunu. Məncə burada, mən belə düşünürəm, 70-80% məsuliyyət mənim öhdəmədir. Feedback verən tərəfə deyirsiniz. Əlbəttə, feedback verənin öhdəsindədir. O gərək o qədər, siz, xüsusilə bizim mədəniyyət, biz heç vaxt Hollandiya ola bilməyəcəyik. Çünki onların ümumiyyətlə mədəniyyəti individualist mədəniyyətdir, bizdə kollektiv mədəniyyətdir. Yəni ilk o kapitalizmə qoşulan ölkələr sırasında da Hollandiya, İngiltərə 17-ci əsrin əvvəllərində 300 illik bir kapitalizm yolu keçiblər. Pul qazanmaq hətta daha tez başlayıblar, bəli. Bəli, yol keçiblər hələ konkret. Bunlar getdilər konkret olaraq 17-ci əsrin əvvəllərində hələ Şərqi Hind deməli şirkətini yaratdılar, kompaniyası yaratdılar. Yəni biz şərqik, onlar qərbdir. Orada bir dostumuz çalışır Hollandiyada. Böyük bir bankda işçisidir, əməkdaşdır orada. Bir 2-3 ay bundan qabaq gəlmişdi, Bakıya söhbət edirdi. Deyir ki, müəllim, orada konkret olaraq gəlir, dirənir. Səndən səviyyə, rütbə baxımından aşağı olan işçi tənqid edir sənin üzvə. Sən oturub ona qulaq asmalısan, qəbul eləməlisən. İndi mən demirəm, tam biz o cürdə olaq. Amma bu tərəfdən də heç olmasa hərəkət eləmək lazımdır və hərəkət eləyən adam İstər müəllim olsun, tələbəni tənqid edir, feedback verir. Həyat yoldaşı olsun, rəhbər olsun, işçi olsun. Hə, sən mənim işçimsən, sən mənə feedback verirsən. Amma necə? Həzrət Əlinin bir kəlamı var, deyir, başqaları yanında edilən tənqid artıq tənqid deyil. Təhqirə yansıyır yavaş-yavaş. Ona görə o qarşı tərəfin şəxsiyyətini də, mən yəni demək istəyirəm ki, biz tam Hollandiyanı da özümüzə nümunə götürə bilmərik. Çünki dediyim kimi biz şərqi hardasa. Buyurun Neşə müəllim. Buyurun, əlavəniz varsa buyurun. Hələ onu dəstəkləyirəm fikirlərinizi. Eyni zamanda çox aşırı şərqçiliyin də tərəfdarı deyiləm.
baxır hansı şərqdə? Şərq də eyni deyil axı. Ərəb də şərqdir, yaponlar da şərqdir. Biz də şərqi. Biz də şərqi. Onlar fərqlidir. Bəli. Məsələn, Çində, Yaponiyada elə nisbətən onlarda da kifayət qədər güclüdür və onlar ümumiyyətlə tənqidi deyə bilmirlər. Yəni ənənəvi mədəniyyətdən də müasir şirkətlərdə başqa bizdən də betərdirlər yəni. Bizdən də betərdirlər. O qədər malalayıb deyirlər ki, heç mahiyyəti tam olaraq da başa düşülə bilinmir. Məsələn, çox həssas yanaşırlar. Yanaşmaları çox fərqli yanaşmaları var. Məsələn, bir yanaşma odur ki, ümumiyyətlə mənfi tərəfini demirsən. Məsələn, 3 dənə iş görüb, orada soruşur ki, necə görmüşəm? Bu cavab verirlər ki, ikisini yaxşı, bu ikisindən razıyam. Vəssalam, qalandan demir. Özü başa düşür ki, bundan narazılıq var. Maksimum bu şəkildə bildirilir. O qədər. Çox bəyəndim bunu. Açığı deyim ki, o qədər mallağın tərəfdarı deyiləm. Kifayət qədər açıq bildirilməlidir ki, insan başa düşsün söhbətinə də gedir. Bax bunu yaxşı etmədiyində bilsin ki, niyə yaxşı etməmişəm? Elədir. Harasını? Holland yanaşmasını yox, orta bir yanaşma olar. Əslində məsələdir. Amerikanlarla Hollandlar eyni yanaşma deyil. Deyil. Amerika biraz deyəsən şərqə o Hollandda daha yumşaq variantdır. Hətta ingilislərdən daha yumşaq variantdır. Onu. Məsələn, tərifləmə nisbətən yumşaq variantdır. Tərifdə düzdür, daha çox yumşaqdır. Tənqiddə bir qədər daha sərtdir. Yəni bizim düşünürəm ki, bir model nəzərə alsaq ki, çox fərqli mədəniyyətlərdən təhsil almış insanlar da gəlib cəmiyyətə, hərəsi orada təhsil aldığı, xoşladığı bir mədəniyyəti burada tətbiq etmək istəyir və bizim mədəniyyətlə qarışıq bir sintez olaraq nəsə bir ümumi məxrəc düşünürəm ki, daha çox Avropaya yaxın bir mədəniyyət formalaşacaq feedbacklə bağlı. Və bunu əslində Holland olmasa da, yumşaq Avropada normal sayıram. Yəni kifayət qədər açıq fikirlərini bildirilməlidir, yumşaq şəkildə, amma açıq şəkildə bildirilməlidir və çıxış yolunun tapılmasına əməkdaşa kömək eləmək lazımdır. Bir dəqiqə vaxtımız var Eşən müəllim. O bir dəqiqəndə sizə ötürəcəm sözü. Azərbaycanda şirkətlərdə rəy alma, müştəridən rəy alma, feedbacki rəy alma kimi mən tərcümə edirəm. Geri dönüş alma, onun fikrini soruşmaq, işsizdən fikrini soruşmaq, mədəniyyətini inkişaf etdirmək üçün təlim keçmək lazımdır, düzdürmü? Təlimlər nə səviyyədədir indi? Çox qısa vaxtımız var. Tamam, vasitələrdən biridir. Yeganə vasitə deyil, şübhəsiz ki, mən təlimdə prosesində yalnız texniki məqamlara toxunmuram. Onun daha dərin psixoloji və digər məqamlarına toxunuram ki, şirkət olaraq anlasınlar nə dəyişikliklər baş vermək lazımdır. Ən yaxşı uğurlu nümunələr var. Ölkəmizin iri bankların birində feedback mədəniyyəti inkişafı üzrə mən həm konsultant idim, təxminən 7-8 ay ərzində layihəmiz davam elədi, həm də təlim edim. Orada uğurlu nə idi? Uğurlu o idi ki, bütün tim liderdən tutmuş, idarə heyətinin üzvlərinə kimi hamısı təlimdən keçdi. Eyni təlimdən keçdilər. Eyni baxış və layihə çərçivəsində işçi qrupundan bir yerdə biz yol xəritəsini hazırladıq və başladıq tətbiq etməyə və ümidvaram ki, uğurla davam etdilər. O bir təlimlə bitən məsələ deyil. Davamlı olmalıdır. Davamlı olmalıdır. Korporativ mədəniyyətin təkmilləşdirilməsi layihələri mütləq davamlı addımlarla müşahidə edilir. Sizin bəyənmədiyiniz, amma mənim bəyəndiyim Goleman, Daniel Goleman deyir ki... Bəyənirəm. Biraz da zarafat var təbii ki. O deyir ki, 3 saatlıq, 5 saatlıq, 16 saatlıq kursla əmələ gəlmir də emosional bacarıqlar. Bu davamlı bir prosesdir, proyekt deyil. Davamlı, amma çox şükürlər olsun ki, mən də o şirkətlərə bu təlimləri keçirəm. Şükürlər olsun ki, Azərbaycanda böyük şirkətlərdə bu sevindirici haldır. Birinci dərəcəli rəhbərlər gəlirlər, özləri də təlimlərdə iştirak edirlər. Bu çox sevindirir bizi. Kaş bu mədəniyyət, təlimə sevgi, təlimə ehtiyac duyma mədəniyyəti daha çox inkişaf edərdi Azərbaycanda ki, biz buna çalışırıq. Eşəm müəllim, təşəkkür edirəm. Nə yaxşı varsınız. Çox sağ olun gəldiyinizə görə. Dəyərli dostlar, siz də sağ olun, bizi hövsələ ilə dinlədiniz. Biznes əxlaqı, biznes psixologiyası, təlimləri, söhbətləri bitib tükənən deyil, hər gün edilməlidir ki, biznesimiz inkişaf eləsin. Sağ olun, sağlıqla qalın.